həqiqətən belə şeyləri adam götürə bilmir. Bir ana olaraq mən də anayam, biraz səsim titrəyir. Prosta mən həyəcanlanıram belə şeylərdə. Amma həqiqətən çox arzu edirəm ki, siz gözəl bir həyat keçirəsiniz bundan sonra. Arzuda Allah ona ağıl versin. Amin. İnanmıram düzələ. Çünki 35 yaş, mənim 33 yaşım var. Mən heç vaxt inana bilmərəm ki, mən o səhvləri həyatımda buraxam. Çünki insan səhvindən həyata öyrənir. Öyrənirsən ki, həyat getdikcə budur, bunları etmək olmaz. İnsan bir dəfə bataqlığa batır, üçüncüsündə batanda, o insanın öz səhvliyidir. Bəli, bəli. O, yəni inanmıram, o hansı vaxtsa düzələ, çünki onun ağlı o deyil. O ağlında, sanki elə bir onun, nə bilim, çatmır onda. Necə yəni, sən necə özünə, necə deyim, yarışdıra bilərsən ki, hansısa o siqandır, bilmirsən nədir, nəyə də oxşursan gedib onunla. Sənə bu qədər şanslar yaratdı Zaur bəy. Nə qədər şanslar yaratdı. Mən ona pis oluram da, ona. Mən ona pis oluram. Zaur müəllimin əziyyətini yerə vurdu. Ay can. Heç birindən istifadə etmədi. İstəsəydi deyərdi Zaur bəy, nə bilim mənə bir iş verin, mən biraz qabağa gedim, işləyim, nə bilim özüm üçün bir həyat qurum, gedim niyə 200 manatlıq evdə qalıram, gedim lap 500 manatlıq evdə qalım, qəşəng həyatım olsun. Sən bu qədər şeylərin içində gedinlə özünü harda aşağı, harda belə özünü tanımayan, üzr istəyirəm amma çox belə də məsuliyyətsiz birinə getsən qoşul ilə. Yəni nə dərəcədə insan axmaq olar ki, gedəsən sən elə bir uşaq, heç ona uşaq demirəm, o yaşamır, o yoxdur, elə bir insanı mən heç qəbul eləmərəm ki, onun görümdən belə keçməyə qalmışdı ki, onunla ailə qurmaq, nə bilim nə, utanmır, ayıb olsun ona, sizə də uzun ömür, can sağlığı arzu edirəm, Allah sizə var eləsin. Can, başına dönərəm. Bir ana kimi sizi çox gözəl başa düşürəm. İnşallah həyatda hər şeyiniz yaxşı olar, Allah pis evladdan bizi qorusun. Amin. Heç gələcəyimiz yaxşı olsun. Sizə də baş ağrısı olmaq istəmirəm. Burası həqiqətən başına dönərəm. Xoşdur mən üçün. Xoşdur. Bax, belə insanlarla danışanda biraz təsəllim alır, ürəyim yumuşalır. İnanın ki, həmişə telefonu qoyuram belə evdə. YouTube'da sizin sözlərinizə qulaq asıram da, nə bilim, elə basıram krovkanı, sizin sözlərinizə qulaq asıram. Həqiqətən ürəyim yanır sizə qarşı. Nə qulluq, nəsə lazım olsa mənə yaza bilərsin. Sağ ol. Allah balanı qorusun. Bakıya gəlsən, qonağım ola bilərsən. Sağ ol. Vallahi, ürəkdən deyirəm bunu. Çox sağ ol, əzizim, çox sağ ol. Allah səni qorusun, balalarını qorusun. Balaları sağ-salamat gəlsin əskərlikdən. Çox sağ olun, Allah razı olsun. Əskərlikdə deyim, mənim hələ balalarım balacadır. Elə, el yoxdur. Çox sağ olun Sona xanım. Mən takibə alın, lazım olsa, nə lazım olsa mənə yazarsınız. Baş üstə, baş ürəyim, baş üstə. Başınız var olsun, sağ olun. Sağ ol. Belə gözəl insanlarımız da var. Allah razı olsun. Görsən Gözəl insanlar da var. Bax, mən canlı açıram belə sözləri xoş eşitməyə. Yoxsa gəlib ağzına gələn danışırlar. Onun özünə saygısı yoxdur. Xalasa nə saygısı olacaq? Tərbiyəsiz insanlardır. Nə bilim, mən qınyanın başına gəlsin ki, evlad nətər anıya şey olursa, onu da bilsin. Çox sağ ol, hədiyyənə görə çox sağ ol. Salam Sonar xanım, necəsiniz? Yaxşıyıq, sağ ol. Kimdir danışan? Mən Serayam. Hə, can. Siz nədir? O xanımın sözünə qüvvə, ona görə sizlə danışmaq istədim ki, heç keyfinizi pozmayın. Yəni, mən heç baxmadım kim yazıbdı, yazmayıbdı. Kim nə yazırsa sizdən 5 betərdə düşsün. Bu bir. Heç kimi nətər demək, sığortalamayıb ki, onun həyatında evladı elə olacaqdır. Heç kimi sığortalamayıbdır. O ki qaldı qızınıza, heç nə demirəm. Allah birincisi ona can sağlığı versin, evladdır. Bir dənə o tərəfdən deyirəm. Qalanda Allah, əsas odur ki, o pis xəstəlikdən alsın, sağalsın. Nə həyat qurursa peşman olacaqdır, o heç. Ancaq bircə canı sağ olsun. Peşman olacaq, indi ağlının elə vaxtıdır da, indi nə qaraq, indi o da belə alındı. Allah o
qız sözü olmasına doğrudan da cigana oxşuyur o. Həqiqətən də cigandır. Allah o qızın ağlını başına versin. Siz də heç kim var. Mən də özüm valideynlə, mənim 2 oğlum var. Mən bilirəm, heç kim valideyni qınamaq olmaz. Valideyn hamıya, 2 evlada da hamıya bildiyi tərbiyəni verir. Uşaq gözünü açır, ana əziyyət çəkir. Uşaq gözünü açır, ana yemək pişir. Nə qaraq indi mühiti elə oldu. Allah bir dənə can sağlığı versin ki, yəni ki, bilsin ki, nə deməkdir. O ki qaldı o oğlana, onunla mən büyün görəndə çox belə pərt oldum. Nəyə görə pərt oldum? Ona görə ki, Zaur müəllim ona dedi ki, sən əgər onunla bir də olsan, mənlə səndən bağlandı. Sənlə mənim tutdardı. O buna biraz pis oluram ki, baxmayın da onun biraz xəstəliyi var, yəni müalicə alınmalıdır. Allah o oğlanın bəlasını versin ki, onun gənə belə deyirlər. Onu bura gətirənin bəlasını versin. Amin, amin. Onun elə o valideynləri elədir. Bax, heç nə demirəm, vallahi analıqdır. O analığa baxanda, o analıq elə uşağı doğrudan da bədbaxt eləyibdi. O qadın bir 60 yaşında sən kişini çölə tulluyursan, gedirsən qıraqda oturursan, indi yaxşı alınıbdır, qutarıbdır, özün bilərsən. Bu uşağı sən belə gəldin, gətizdirdin, nə bilim, vallahi. Mən həmişə ona bir dəfə həmişə yazırdım ki, o vaxtlarında mən onu da tanımırdı. Mən deyirdim ki, sən mən Allahıma şükür eləyirəm ki, sən hələm o Aslangildən canın qutardı, o Qaraçı ailəsindən, o Qaraçılardan. Ta mən bilmirdim ki, bu gedəcək bədbaxt qızı belə şeyə ilişəcəkdir. Nə bilim, vallahi. Bacı, burada qalanda, Seyra, burada qalanda yanında da yayda. Allah çox adamlar dedi ki, sonra istəyirəm arzunu da qohum əqrəbən zadın. Dedim, vallahi, mən ona heç nə deyəmərəm. Ona görə mən versəm, birini göstərdim, belədir. Burnu yekədir, qulağı lakatırdı, gözü göydü, sarışındı. Heç kimi bəyənmədi. Yaşının o devriydi ona görə. Yaşının o devriydi ona görə. Hamını bəyəndir. Şimdi bunu bilmirəm, bunun saqqızını nətər oğradı, Allaha göstərməsi bilinmir. Bilinmir bu ciganda, ondan Allahınıza şükür eləyin ki, buna xəsər yetirməsin bu qıza. Bircə Allah... Bacı, mən ölü sizdiri. İraqcanla. Allah deyil, indi baxın, ha bax sen işlərsiniz ki, ağzını döyə-döyə öldürübdür. İraqcanla yazıqdır. Yox, Allah onun özü ətəyindən o da alsın. Elə bu arzunu tullasın bir dəfəlik ki, desin ki, yox, sən mənlik döysən. Eləmir da, eləmir. O gedək niyə atmır bunu, bacı, Seyra? Yəni, anası atası buna baxacaq, o da daha getdi, yoxdur. O getdi, o öldü baban devri. Yazıblar ağacı bacıyı öldürəcək. Bilirəm öldürəcək. Bilirəm. Bilirəm öldürəcək. O qızın axırı yoxdur ondan. Yox. Ölmək də səhvdir. Yox. Allah eləməsin. Allahdanca bir şeydən eləyin ki, ağlı başına gəlsin. Ağlıca başına gəlsin, imana gəlsin. Bəlkə onda düz yola dura bu. Bağırova yazıb ki, verilişdə döyürdü. Döyürdü, Zaur müəllim deyir ki, belə dümçülüyürdü. Mənim ondan, bir vaxt ki, bizim evdə ancaq kişi ilə onun davasıdır. Yox, özünüzə fikir verin. O əziyyət çəkirsiniz. Yəni, zəhmətlə pul qazanırsınız. Xətə onu belə bir şirin ağızla yiyin. Çox sağ ol, anam, çox sağ ol. Yəni ki, Allah bir cədənə mən yenə deyirəm, ona can sağlığı versin. Bir qadın kimi, bir ana kimi, bir nənə kimi can sağlığı versin, sağalsın. Allah da başına ağıl versin, imana gəlsin, Qurana gəlsin. Get o Seyyid Yusuf ağanın cəddinə nəzir götür, nə bilim, sizə yaxındır ora. Ya Allah, mənim qızımı bu pis adamdan uzaq elə, ağlını başına toplasın, bəlkə yaxşı olar. Ay, daha o getdi. Bu kişi sayır. O kişi sayırsa mən də gündə o saydığı kişiləri evə qəbul edeyim. Mən nə anayam onda, nə qiymət verirlər. Yox, sən onu qəbul eləmə. Onu heç cürə siz qəbul edə bilməzsiniz. Qəbul eləməyəcəm. Gəlsin də az yaşı yoxdur.
Getsin işləsin, ayağı üstündə dursun. Belki xanım düz dedi ki, o cürə ona şanslar açıldı. Adamın üstündə Allah var da pis yaxşı elə də dilinə girərdin, bir işdən verərdi, bir salonda gedərdin, bir saç kəsərdin, bir eləyərdin. Nə olacaq? Baxıram ki, əl qabiliyyəti var, saçını düzəltsin, makiyaj eləsin. Yəni sağ ol. bir işdən üstündən götürərdin. O tane Esmiranın qızları getdilər pis yaxşı bir mağazada işləyir, o pisi çörək yuğurur. Yox, Esmiran qızları halaldır. Allah talihlərində yaxşı eləsin. Yaxşı. Bax ona görə ümidini itirmə. Vallahi onun o Esmiran deşdizdə bir qızı belədir. Görsən düzdür. Ana coşdu, elədi, ağlı başına gəldi, indi başını bağlı. Allah arzuya da indi gecindən də olsa nətər demək, imana gəlsin, ağlı başına gəlsin. Yazıqdır. O gicbəsər qədənin ay Allah, bu gün danışıq yox, hər şey yox. Belə biabırçılıq deyil o. Oldu, gecəniz xeyrə qalsın, sağ olun. Xeyrə qalsın, Fikir eləməyin. Allah sizə can sağlığı versin. Öpürəm Sağ səni. olun. Sağ olun. Allah sizi qorusun.